Biraz önce Ermənistandakı son vəziyyətlə bağlı geniş müzakirəmiz oldu. Dediyim kimi əməkdaşlarımızın da bununla bağlı bir araşdırması var ki, Ermənistan daxilində vəziyyət gərginləşir. İravunk nəşri də iddia edib ki, Paşinyan ölkədə seçki qabağı müxalifətin qarşısını almaq və hakimiyyətini qorumaq üçün müxalifətə böyük təzyiqlər göstərir. Söhbət qəfil yoxlamalar və həbslərdən gedir. Öz növbəsində müxalifət və kilsə də mübarizə aparacaqlarını, lazım gələrsə küçə döyüşlərinə gedəcəklərini də elan edirlər. Bəs İrəvanda daxili siyasi gərginliyin yenidən alovlanmasına səbəb nə oldu? Paşinyan 2026-cı il seçkilərində postunu qoruyub saxlaya biləcəkmi? Cavid İmaməliyev araşdırıb. İrəvanın İravunk nəşrinin iddiasına görə baş nazir Nikol Paşinyan siyasi müttəfiqlərini əmin edib ki, müxalifətin gözlənilən repressiyalara cavab olaraq hökumətə qarşı etiraz aksiyaları təşkil etməyə vaxt olmayacaq. Əslində müxalifət və hakimiyyət arasındakı gərginliyin artması seçkilərə hazırlığın tərkib hissəsidir. Müxalifətin əsas ümidi isə Qarabağdan gedən ermənilər və kilsəyədir. Ermənistan cəmiyyətindəki bu qruplar isə iqtidara qarşı ən radikal kəsimdir. İndi Paşinyan da yaxşı başa düşür ki, müxalifət hakimiyyətə gələrsə, onun sonu heç də yaxşı olmayacaq. Həqiqətən də müxalifətin Ermənistanda hakimiyyətə gəlməsi Nikol Paşinyanın həbs olunması ilə, həmçinin onun komandasının sürgün edilməsi ilə nəticələnə bilər. Və düşünürəm ki, Nikol Paşinyan bunu çox yaxşı bildiyinə görə Ermənistanda müxalifətin toparlanmasına, birləşməsinə, ona qarşı seçkilərdə vahid güc kimi hərəkətə keçməsini qarşısını almaq üçün bu proseslərə başlayıb. Əlbəttə ki, bu həbslər Ermənistanda müəyyən siyasi xaosa gətirib çıxara bilər. Amma Nikol Paşinyan bunun qarşısını almağa çalışır. Bundan əlavə, Ermənistanın Rusiya ilə ənənəvi müttəfiqliyinin gərgin vəziyyətə düşməsi də hazırda müxalifətin Paşinyana qarşı əlini gücləndirib. 2024-cü ildə Ermənistan Rusiyanın rəhbərliyi etdiyi kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzvlüyünü dondurması İrəvanın xarici siyasətində daha geniş dəyişikliyi əks etdirir və Moskva ilə gərginliyin artmasına səbəb olur. Üstəlik, Ermənistanın 2025-ci ilin əvvəlində Avropa İttifaqına daxil olmaq prosesinə təşəbbüs edərək Paşinyanın Rusiyanın təsirindən tamamilə uzaqlaşdığını göstərməsi vəziyyəti Paşinyan üçün daha da çətinləşdirib. Trampın hakimiyyətə gələndən sonra Avropa İttifaqına təzyiqləri artırması və bunun fonunda Fransa daxil bir çox dövlətin İrəvanla bağlı müəyyən geri addımları da Ermənistan daxilində siyasi gərginliyi artırıb. Birləşmiş Ştatların Avropa İttifaqına qarşı artan təzyiqi, həmçinin Birləşmiş Ştatlarla Ermənistan arasındakı münasibətlərdə qeyri-müəyyənlik Ermənistanın daxili siyasətinə də ciddi şəkildə təsir edir. Ermənistanın Fransa ilə bağlı yürütdüyü yanlış siyasət və region dövlətləri ilə qeyri-stabil münasibətləri təbii ki, müxalifətə, hökumətə qarşı təzyiq xətləri verir. Məhz bundan əndişə duyan Ermənistan hökuməti çalışır ki, müxalifətlə bağlı radikal addımlar atsın və hesab edirəm ki, Paşinyan hökumətinin müxalifətə qarşı atdığı addımların arxasında məhz bu amillər dayana bilər. Bütün bunlar kifayət etmirmiş kimi Birləşmiş Ştatların Rusiya ilə danışıqlara başlaması, Trampın Putinlə razılığa gəlmək istəməsi, Ukrayna cəbhəsində müharibənin həll mərhələsinə keçidi Paşinyan administrasiyasında narahatlığı xeyli artırıb. Çünki İrəvan yaxşı başa düşür ki, Rusiya Şərqi Avropada düşdüyü çətin vəziyyətdən çıxan kimi ilk olaraq diqqətini Cənubi Qafqaza, yəni Ermənistana yönəldəcək. Tramp və Putin münasibətlərinin yaxşı olması isə Paşinyanın xaricdən dəstək almasını da çətinləşdirəcək. Məhz bütün bu amillər isə Paşinyana sadalanan ssenarilər reallaşmamış müxalifəti parçalamaq üçün addımlar atmağa vadar edir. Trampın gəlişindən sonra və Ukrayna müharibəsində Rusiya və Amerika arasında danışıqların başlanmasından sonra müəyyən bir situasiya dəyişir. Yəni, bu həm regional müstəvidə dəyişən situasiya dəyişir, həm də geosiyasi müstəvidə dəyişir. Yəni, bu halda artıq Ermənistan müxalifəti əvvəlki dövrlə müqayisədə indi Rusiyanın dəstəyi ilə hakimiyyəti ələ almaq perspektivinin ola biləcəyini düşünürlər. Çünki Ukrayna müharibəsində mümkün anlaşma, hansı ki, böyük ehtimalla belə bir anlaşma gözlənilir. Yəni, Ukrayna müharibəsinin dayanması, müəyyən bir atəşkəs razılaşmasının əldə edilməsi, ümumiyyətlə Amerika və Rusiya razılaşması Rusiyaya imkan verir ki, yenidən pasiv məkanına daha böyük diqqət ayırsın və həm də Cənubi Qafqazda xüsusən itirdiyi mövqelərini geri qaytarsın. Göründüyü kimi, hakimiyyətə gələndən bəri Fransa və Biden administrasiyasının dəstəyi ilə müəyyən mənada gücü əlində saxlamağı bacaran Paşinyan artıq çıxılmaz vəziyyətdədir. Hazırda Ermənistan rəhbərinin tək çıxış yolu odur ki, hakimiyyət dəyişikliyi olacağı təqdirdə ya əvvəldən ölkəni tərk etməli, ya da indidən Moskvaya səfərlər edərək Kremldən əfv diləməlidir.